Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugündən etibarən Azərbaycan dilindən bəzi çətinlik çəkilən mövzular haqqında da kiçik izahlar verməyə çalışacağam. İlk olaraq fonetikada sözün hərf və səs tərkibindən danışacağam ki, bu barədə biraz çətinlik çəkənlər çoxdur. Deməli, sözün hərf və səs tərkibi arasında iki cür fərq olur. Bir, kəmiyyət fərqi. Bir də keyfiyyət fərqi. Bəs bunlar arasındakı fərq nədir? Deməli, kəmiyyət fərqi sayla bağlı bir fərqdir. Adından da göründüyü kimi, yəni ortada bir kəmiyyət fərqi, say fərqi olmalıdır. Necə olur bu? Hər hansı bir sözdə say düşməsi, yəni daha doğrusu səs düşməsi və ya səs artması zamanı kəmiyyət fərqi olmuş olur. Deyək ki, bir dəqiqə. Deyək ki, saat sözü. Saat sözü tələffüz zamanı 1 saat uzanır, 1 saat düşür. Ya da ki, ailə sözündə y samiti artırılır tələffüz zamanı. Deməli, bu hər iki sözdə də kəmiyyət fərqi var. Çünki niyə? Hərf tərkibindən fərqli olaraq tələffüz zamanı hər hansı bir artma və ya azalma baş veribdir. Yəni say eyni deyil. Yazılış və tələffüz arasındakı say eyni olmadıqda, deməli bu kəmiyyət fərqi olacaq. Gələk keyfiyyət fərqinə. Keyfiyyət fərqi nədir? Keyfiyyət fərqi səs dəyişməsi deməkdir. Yəni hər hansı bir sözdə bir hərf başqa bir səslə dəyişdikdə, yəni tələffüz zamanı, bu keyfiyyət fərqi olacaq. Məsələn, cəsarətlə sözündə olacaq cəsarətlə. Deməli, burada keyfiyyət dəyişimi nədir? Buradakı l, n ilə əvəz olundu. Amma bununla yanaşı bu sözdə həm kəmiyyət, həm də keyfiyyət fərqi var. Niyə? Çünki n da daha doğrusu əlavə olunubdur. Ona görə də hər iki fərq bu sözdə mövcuddur. Yəni deməli bir sözdə eyni anda həm kəmiyyət, həm də keyfiyyət fərqi ola bilir. Bununla yanaşı kiçik bir nüansa da toxunmaq istəyirəm. Deməli, bəzilərimiz var ki, ümumiyyətlə qayda kimi verildikdə bunu yanlış anlayır ki, sözdə və ya azalma və ya artma varsa, hər zaman bu kəmiyyət fərqi deməkdir. Biz kəmiyyət fərqini axtararkən əsas baxmalıyıq ki, deyiliş və yazılış arasında say fərqi varmı? Məsələn, təəssüflə sözü. Təəssüflə sözü, bir dəqiqə. Təəssüflə sözü tələffüz zamanı ənin biri düşür, biri uzun tələffüz olunur. Və bununla yanaşı l-dakı, lalədəki nan, nən şəklində tələffüz olunur. Yəni nən. Deməli, burada biri düşdü, biri artdı. Sayda fərq olmadı ki? Xeyr, olmadı. Yəni, biri düşüb, biri artanda eyni sayda qalacaq yenə də. Buna görə də belə sözlərdə kəmiyyət fərqi olmayacaq. Bu nüanslara mütləq diqqət eləyək. Bir də burada kiçik bir nüansa toxunmaq istəyirəm. Bəziləri uzanmanı səs və hərf tərkibi arasında fərq kimi götürür. Bu yanlışdır. Uzanma səs və hərf tərkibi arasında fərq yaratmır. Bunu bir qayda olaraq yadda saxlayırıq. Bununla yanaşı k hərfinin k kimi səslənməsini fərq kimi götürənlər var. Bu cür olduqda fərq kimi götürənlər var. Bu da yanlışdır. Məsələn, deyək ki, kolbasa sözü. Yazılış budur. Tələffüz zamanı olacaq kalbasa. Deyilsə ki, sözün səs və hərf tərkibi arasında fərq varmı? Var. Çünki burada o a kimi tələffüz olunub. Amma burada o a kimi tələffüz olunmasaydı, deyək ki, təkcə k kimi tələffüz olunsaydı, fərq olacaqdımı? Xeyr. Çünki k-nin k kimi tələffüz olunması tələffüzdə bir fərq yaratmır. İndi başqa bir nüansa toxunmaq istəyirəm. Deməli, biz bilirik ki, ov, öv birləşmələri ilə yanaşı əh və öv birləşmələrinin olduğu sözlərdə bu birləşmələrdə heç bir fərq yaranmır. Amma sizə qayda kimi və ya sual kimi bir yerdə görsəniz düşsə ki, bu birləşmələrin olduğu sözlərdə heç bir fərq yoxdur. Bu yanlış fikirdir. Çünki niyə? Axı burada sizə deyilmir birləşmələrdə fərq yoxdur. Deyilir sözdə fərq yoxdur. Siz bunu sözü görməmiş deyə bilməzsiniz. Məsələn, deyək ki, şöhrətli. Bu söz tələffüzdə olacaq şöhrətli. İndi bu sözdə öhdə bir fərq oldu? Xeyr, olmadı. Amma sözün özündə
hərf və səs tərkibi arasında fərq oldu. Keyfiyyət fərqi oldu. L diyə çevrildi. Deməli, bu birləşmələrin olduğu sözlərdə fərq ola bilər. Birləşmələrin özündə fərq yoxdur. Yəni, o hərf birləşmələrin özündə fərq olmayacaq, amma onların yer aldığı sözlərdə fərq ola bilər. Oxuduğumuz sualda yazılan fikrə diqqətli baxmalıyıq və hər tərəfli düşünməliyik. Hər hansı bir düşüncəsizlik, həmin an hər hansı bir şey ağlımıza gətirə bilməmək bir sualdan edir bizi. Gələk bir digər məqama. Deməli, o səsinin A kimi tələffüz olunması. Bu nə zaman olur? Əgər o vurğu qəbul edirsə, elə o kimi tələffüz olunur. Əgər o vurğu qəbul eləmirsə, A kimi tələffüz olunur. Məsələn, o kimi tələffüz olunmasına deyək orden. Orden sözündə vurğu onun üzərindədir və orden olaraq qalacaq. Amma ki, deyək məsələn, model sözü. Tələffüzdə olacaq model. Çünki niyə? Model sözündə vurğu birincinin üzərində, yəni onun üzərində deyil, model deyirik. Yəni yazılışda göstərilir əlbəttə ki, mən nümunə üçün deyirəm, burada yazılışda ed olacaq. Bununla yanaşı bizim istisnai məqamımız da var. Bu nədir? Okean sözü. Okean sözündə o vurğu qəbul etməsə də, o aya çevrilməyəcək. Elə o kimi qalacaq. Okean deyiləcək, okean yazılacaq. Heç bir fərq yoxdur. Başqa bir məqama da toxunmaq istəyirəm. Deməli, biz bilirik ki, müxtəlif cinsli samit qoşalığında müəyyən fərqlər olur. Bu sığtı, fıtı, şıtı birləşmələrində, sığtı, fıtı, şıtı birləşmələrində necə fərqlər olur? Əgər bu birləşmələr müstəqil şəkildə bir sözün tərkibində gələrsə, yəni özündən sonra sait və ya samit ilə başlayan şəkilçi və ya söz qəbul etməzsə necə olacaq? İlk olaraq müstəqil şəkildə gəldikdə olduğu kimi qalacaq. Məsələn, neft. Elə neft olaraq da qalacaq. İkinci olaraq, saitlə başlayan şəkilçi qəbul edərsə, t d-yə çevriləcək. Yəni cingiltili qarşılığına keçəcək. Olacaq neftin. Samitlə başlayan şəkilçi gələrsə, məsələn, samitlə başlayan şəkilçi gələrsə, bu zaman t düşəcək. Məsələn, tələffüzdə neftlər olacaq. T düşdü. Yəni ki, kəmiyyət fərqi yarandı. Burada keyfiyyət, burada kəmiyyət fərqi olacaq. Amma müstəqil halda gəldikdə heç bir fərq olmayacaq. Elə olduğu şəkildə qalacaq. Başqa bir nüansa toxunaq. Sonu b, d, g, c samitləri ilə bitən çox hecalı sözlərdən danışaq. Əgər bu sözlər müstəqil halda gələrsə, yəni bu sözlərdən sonra hər hansı bir saitlə və ya samitlə başlanan şəkilçi və ya söz gəlməzsə, bu zaman son samit karlaşacaq. Əgər bu sözlərdən sonra saitlə başlanan söz və ya şəkilçi gələrsə, heç bir karlaşma olmayacaq, yəni dəyişim olmayacaq. Son samit olduğu kimi qalacaq. Əgər samitlə başlayan söz və ya şəkilçi gələrsə, son samit karlaşacaq. Deməli, bununla yanaşı kiçik bir nüans da mövcuddur. Bu nədir? Sonu bıdıqıcı ilə bitən tək hecalı sözlər. Bu sözlərin bəzilərinin bir sxemi var. Bu sxemlər hansılardır? Sait, samit, samit plus sait plus samit. Əgər bu sxemə uyğun gələn sözlər varsa, deməli orada sondakı samit karlaşmayacaq. Yəni elə hansı nüansa gəlir gəlsin, olduğu kimi qalacaq. Məsələn, ad ya da ki bu sxemə uyğun süd sözü. Bu sözlərdə son samitdə heç bir fərq olmayacaq. Elə hər nüansda olduğu kimi qalacaq. Buna yanaşı bunu da qeyd etməliyəm ki, əgər sonu bıdıqıcı ilə bitən tək hecalı sözlərdə bu sxemə uyğun gəlməyən başqa sözlər varsa, məsələn, deyək ki, mərd sözü. Mərd sözündə sait samit ya da ki samit sait samit sxeminə uyğun gəlmədiyinə görə tək hecalı olsa belə son samit əgər müstəqil halda gələrsə ya da ki samitlə başlanan söz və ya şəkilçinin yanında işlənərsə, bu zaman karlaşır. Çünki niyə? Həmin sxemə uyğun deyil. C tələffüz zamanı c-ya çevrilir. Bir də bəzi sözlərdəki vurğu məqamına toxunmaq istəyirəm. Deməli, bizim bəzi sözlərimiz var ki, bunlarda biz vurğunun yerini olduqca səhv bilirik. Yəni ümumiyyətlə çoxluq bunu qarışdırır. Ona görə yəni bir kişi vurğulamaq istəyirəm həmin sözləri. Məsələn, iyun sözündə, bir də iyul sözündə. Bu sözlərdə çox vaxt iyun, iyul şəklində götürülür. Yəni vurğu burada götürülür. Amma bu tamamilə yanlışdır. Bu sözlərdə vurğu onun üzərində olacaq. İyun, iyul şəklində olacaq. Yəni vurğu bu şəkildə olduğuna görə bu şəkildə götürməliyik. Bununla yanaşı avqust yox, avqust, yəni an üzərində olacaq vurğu. Daha sonra ellips sözündə. Ellips sözündə ellips şəklində götürənlər var, ancaq yox, vurğu en üzərində olacaq. Esse sözündə vurğunu çox vaxt birinin üzərində götürürlər. Amma bu yanlışdır. Esse
vurğu ikincinin üzərində olacaq. Yəni qayda şəklində belədir. Bununla yanaşı monoloqdur, dialoqdur, proloqdur, epiloqdur. Bu sözlərdə vurğu loqun üzərinə düşəcək. Bura epiloq, proloq, monoloq. Yəni bu şəkildə loqun üzərinə düşəcək. Daha sonra danışaq biz digər sözlərdən. Bir dəqiqə. Deməli, məsələn, deyək ki, anafora. Anafora deyənlərimiz də var. Amma vurğu ikinciyə düşəcək. Anafora, anafora. Bu şəkildə. Delta deyənlər var. Xeyr, olacaq delta. Remarka yox, remarka. Aynı ikinci anın üzərinə düşəcək. Remarka. Daha sonra ornament sözündə, daha doğrusu ornament sözündə ornament deyə götürənlər var. Xeyr. Vurğu ikinci anın üzərinə düşəcək. Ornament. Bura düşəcək. Ornament deyirik biz. Əgər barı sözündə barı şəklində adan sonra uzanma mövcuddursa, bu ədat olacaq. Və vurğu sonda olacaq. Əgər tələffüz zamanı barı olsa, yəni uzanma olmasa, bu isim olacaq. Yenə vurğu sonda olacaq. Yəni vurğunun yeri barı sözündə dəyişməyəcək. Barı desək də vurğuda sonda olacaq. Barı desək də vurğuda sonda olacaq. Bununla yanaşı kafedra sözü. Kafedra sözündə kafedra deyirik. Vurğu ilk ada olacaq. Söz orqandır. Tələffüz orqan olarsa, vurğu olacaq birdə. Söz orqandır. Tələffüz orqan olarsa, vurğu olacaq 2-də. Deməli, bugünlük bu qədər idi dostlar. Ümidvaram ki, qeyd etdiyim nüanslar sizin üçün artıq çətinlik təşkil eləməz. Növbəti dərslərdə görüşmək ümidi ilə hələlik.